fikirləşirdim ki, mən məsələn Ağcabədirin Qərəbərli kəndi, elə bir Nardarandır. Muğamı sevirlər. Dedim Məmməd Bağır. Ağadaşı vurduz. Ağadaşı vurdum. Ağadaş dostum. Mən də Ağadaş məndən küsmüşəm. Ağadaş dostumdur. Çünki o balta məsələsi onun yanında mən idim. İndi məni vurur verişlərimə gəlmir, məni toylardan vururam. Ağadaş dostum. Ağadaş yaxın dostumdur. Sənətkardır. Dedilər ki, Məmməd Bağır getdi, toya gəldi. Allah rəhmət eləsin. Dedim, məni hara göndərmişdin sən? Dedim ki, Ağcabədim. Dedi, saat 2-yəcən məni oxutturdular. Fonogram da yox, ha, canlı. Canlı. Vay. 2-yə qədər oxutturdular. Amma deyir, mən bura qədər onlardan razı qaldım. Ya pul da yaxşı alır. Pul da yaxşı, hörmət də yaxşı. Da doldurdular, deyir. Bəs o, baxın, bölgələrimizin bir işi var. Gedərsən o da giderdi, maşın. Valla. Evdən o. O hörmət izlət. Bugün vurmaq deyəndə ki, bugün xalqın gözü tərəzidir. Tərəzidir. Bu günlər o tərəzi korlanıb, bilirsiniz niyə? O vaxtı belə dəmir çəkilər vardı, 1 kilo, 100 qram, 50 qram. Sonra mən öyrəndim ki, onda da yalan olmuşdu, mən iniymiş, 16 qurquşunuymuş, altı deşirmişlər. Bütün qırdalıqları bilirsən. 1 kilo olurdu 950 qram. Qoyurdu oraya 2 kilo, 10 ili 100 qramını vururdu. Bu günləri vurmaq məsələsi o qədər aktual. Bugün Leylanı toydan vururlar, Vüqarı vururlar, səni də vururlar, sizi hamı. Amma o vaxtda sənətkarların arasında sevmədiyimiz bir nisbət. Deyirsiniz, Könül Kərimoğlu'nun toylara getmişsiniz. Siz onu qız müğənnisi kimi aparmışsınız. Heç olub mu ki, oturmuşsunuz evdə, çay qabağınızda, bir də görürsünüz Könül xanım buradan deyir ki, mən buradan illər bundan öncə məni özü ilə toylara aparan Əskər müəllimi salamlayıram. Olub mu elə bir şey? Yox, olmayıb. Olmayıb. Amma birinci